Bunu keçmişdə çox danışmışam. Bir dərvişə deyirlər ki, bir zöhd əhli var, filan şəhərdə yaşayır, zahid, məşhur zahiddir. Deyir, gedim bir görüm necə adamdır. Gedir, görür ki, böyük bir evdə yaşayır bu. Qapını döyür, xidmətçisi qapını açır. Deyir, bu filan kəsin evidir, deyir, hə, deyir, mən də dedim, görəsən, bu zahiddir, filandır, bunun evinə bax, bunun xidmətçisinə bax, filana bax. Heç nə, mən səhv gəlmişəm. O adam görür onu qapıya yaxınlaşır. Deyir, nəysə mənlə işim var. Deyir, mən səhv gəlmişəm, səni zahid kimi tanıtdırmışdılar. Gəldim, gördüm evin, eşiyin, geniş maşallah evin var, eşiyin var, xidmətçin var, filan var. Səndən zahid çıxmaz, mən gedim. Bu da ona deyir ki, hara gedirdin? Deyir, ziyarətə gedirəm Kərbəlaya, gəldim. Bir səndən mənəviyyat alam, gördüm sən mənəviyyat alınası adam deyilsən. Deyir ki, yaxşı, mən də gedirəm səninlə. Bu, yanında bir kuzu olur, qoyur yadından çıxır bu dərvişin, qoyur bu adamın evində qalır, düzəlirlər yola. Gedirlər